Bağlı verilən suallardan ən çoxu sistem fərqi ilə bağlıdır. Yəni sistemlərin açıqlaması nədir? Off-grid, on-grid, hibrid. Soruşublar ki, bizə hansı lazımdır? Fərq budur ki, birinci yerdə məsələn götürsək off-grid sistemi. Off-grid sistemində siz günəşdən elektrik enerjisi ala bilirsiniz, batarya depolaya bilirsiniz və mənzilinizi və yaxud obyektinizi elektrik enerjisindən təmin edə bilirsiniz. O ki qaldı ikinci on-grid sistemdə. On-grid sistemin fərqi isə budur ki, burada batarya sistemi yoxdur. Siz günəşdən mənzilinizi və yaxud obyektinizi elektrik enerjisindən təmin edə bilirsiniz və geri şəbəkəyə satış edə bilirsiniz. Lakin hibrid sistemdə isə daha universal olaraq həm günəşdən elektrik enerjisi alıb mənzilinizi və yaxud obyektinizi təmin edə bilirsiniz, bataryanı depolaya bilirsiniz və həmçinin şəbəkəyə geri satış edə bilirsiniz. Burada soruşulanda ki, mən deyərdim bağlar və yaxud da ki, villa, həyət evləri üçün ən məqsəd yönlüsü, məqsədə uyğun olanı hibrid sistemdir. Çünki düzdür, maliyyətində fərq var. Bataryalar ki, bugün lityum bataryalar bahadır. Lakin bir şey deyim sizə ki, bu lityum bataryalar özünü doğruldur, özünü bərpa edir. Nə formada bərpa edir? Yəni sizin ona yatırdığınız bir yatırım pulu, o sonra sizə hər gün elektrik enerjisini alıb, günəşdən alıb sizin evi təmin etməklə ona qoyulan kapitalı geri qaytarmış olur. Məsələn, siz generator istifadə edib, generatoru aldıqda yalnız şəbəkə olmayanda o generatordan istifadə edirsiniz, yanacaq tökərək. Lakin lityum bataryalar isə hər gün günəşdən enerjini depolayıb 100%, sonra isə axşam saatlarına və yaxud enerji kəsintisi zamanı sizə geri qaytarır. Bu cəhətdən lityum bataryaların üstünlüyü onu qeyd eləyərdi.